Cəbrayıl'a yol çəkirdin, Paşinyan. Ne oldu? Hani bu yol? Ve Şuşada parlament binası tikirdin. Ne oldu bu? Cəhənnəmə gəlir. Erməniləşdirmək. Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin. Bu ad cəhənnəmə geçsin. Bu adı yoxdur artıq. İndi biz göstərdik kim kimdir. İti qovan kimi qovuruq onları. İti qovan kimi Azərbaycan əskəri onları qovur. Düşməni ondan sonra da qovacaq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacaq onları axıra qədər. Belki biraz yavaşlayaq. Çünkü çok bir süratle gidecekler. Qələbələr, qələbədirlər, benim sənəqə qələbədirlər. Git ondansa ələbədirlər, təpərdirlər, ləşələrlər, üstümə. I came here to tell the truth. And what I said in my introductory remarks is 100% truth. Nagorno-Karabakh is part of Azerbaijan. The question, if Nagorno-Karabakh is an ancient Armenian territory, why doesn't it have the ancient Armenian name for the capital? Because the ancient name for the capital is Khankendi, the village of the Khan. And the Stepanakert, because Shaumyan's name was Stepan, Kert means city, that's right, in Armenia. Stepanakert was named in the name of that Bolshevik. So that once again proves that there was no Armenian historical legacy on those territories. Caucasian Bureau decided to Karabakh to be a part of Azerbaijan, Armenia. I'm sorry. Caucasian Bureau decided to Karabakh to be a part of Azerbaijan, Armenia. I'm sorry. Sadə prinsiplərə arxalanmışam. Çalışmışam heç zaman unutmayım ki, vicdan və ləyaqət, mərhəmət və xoş niyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Mənim xanımım 2005-ci ildən bəri parlamentin üzvü olmuşdu. O, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal idi. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti olub və olmağa davam edir. Onun Azərbaycanlılar arasında güclü dəstəyi var. Siz küçədə istənilən şəxsdən soruşa və onların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz. Mediapostun məlumatına görə bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın Nikkei qəzetinə müsahibəsində deyib. Prezident İlham Əliyev bildirib ki, Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavini olub və olmağa davam edir. Buna görə də onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət olmamışdı. Dövlət başçısı Mehriban Əliyevanın birinci vitse-prezident vəzifəsini tutmaq istəmədiyini də qeyd edib. Sizə deyə bilərəm ki, mən ona bu vəzifəni təklif etdikdə, o bunu o qədər də sevinclə qarşılamamışdı. Sizə deyə bilərəm ki, ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün çoxlu vaxtım getdi və mənim argumentlərim var idi, o istəmirdi. O tamamilə sosial və humanitar məsələlərlə məşğuldur və 10 minlərlə insana yardım edir. Lakin o bunu hər hansı bir PR-sız, reklamsız və elansız edir. Beləliklə, o xalqımızın qürur duyduğu bir şəxsdir. Thank you.